Əziz dostlar, değerli dostlar, indi mən sizə bir şeir, bir gözəl poeziya nümunəsi təqdim edəcəm. Bu poeziya nümunəsini təqdim etməmişdən öncə o şeirin, o poeziya nümunəsinin müəllifi haqqında danışmaq istəyirəm. Bu gözəl insan, dəyərli şəxsiyyət Atlas xanım Rızaidir. Atlas xanım Rızai gözəl poeziya nümunələri yaratmaqla, yazmaqla bərabər son derece gözəl insan, dəyərli şəxsiyyətdir. Yüksək mədəniyyətə malik, kübar mədəniyyətə malik bir insandır. Bir yaradıcı insandır. Atlas xanım hələ çox gəncdir. Onun həyatı hələ qarşıdadır. Atlas xanımı hələ çox uğurlar gözləyir. Atlas xanımın çox uğurlu işləri də olub və olacaq. Mən buna inanıram. İndi isə sizə Atlas xanımın, bu gözəl şəxsiyyətin, dəyərli balamızın bir gözəl poeziya nümunəsini təqdim etməzdən öncə Atlas balamızın Elif balasına, o gül balasına, çiçək balasına, güldən də, çiçəkdən də göyçək balasına xoşbəxtlik arzulayıram. Bəxtəvərlik arzulayıram. Allah gözəl, sevindirici gələcək versin o gül balasına. Dəyərli dostlar, indi isə Atlas balamızın bir gözəl poeziya nümunəsini sizə təqdim edirəm. Heç bilmirəm səni necə unudum. Heç bilmirəm səni necə unudum. Əllərini unuduram. Sığalın yada düşür. Gözlərini unuduram. Baxışların səpələnir. Köz kimi ürəyim oda düşür. Getdiyimiz, gəldiyimiz yolların toz torpağı çıxır mənim yadımdan. O yolların xatirəsi döşənir ömrümün yollarına. Yaxşı yaman yaşamışdıq bu vaxtacan, unuduram yamanları. Yaxşıları gül bitirir. Yaxşıları gül bitirir yaddaşımda, qarşımda. Heç bilmirəm səni necə unudum. Heç bilmirəm səni necə unudum. Nifrətim də yoxdur ki, ətəyindən bərk tutum. Bir ölümlük yuxum da yox, yatıb səni unudum. Bir ölümlük yuxum da yox, yatıb səni unudum. Bir ölümlük yuxum da yox, yatıb səni unudum.